Salam dəyərli izləyicilər. Bu günlərimiz sizinlə xəritə üzərində ekvatorial, subekvatorial və tropik iqlim qurşağında yerləşən əraziləri göstərəcəyik. İlk öncə başlayaq ekvatorial iqlim qurşağının yerləşdiyi əraziləri göstərməyə. Deməli, biz bilməliyik ki, ekvatorial iqlim qurşağı tam zolaq əmələ gətirmir. Ekvatorial iqlim qurşağını biz Cənubi Amerikada Amazon ovalığının qərb hissəsindən müşahidə edəcəyik və Kolumbiya ərazisində Antlarların üzərində biz ekvatorial iqlim qurşağını görə bilərik. Daha sonra Afrikada Kongo çayının hövzəsinin şimalında Adamawa dağlarının ətəklərində və bilməlisiniz ki, 4 yarımkürədə yerləşən yeganə körfəz olan Qvineya körfəzinin sahillərində, yəni Niger və Volta çaylarının mənsəblərində ekvatorial iqlim qurşağını müşahidə edə bilərik. Daha sonra ekvatorial iqlim qurşağını biz Şri-Lanka adasının cənubunda görəcəyik və eyni zamanda Şri-Lanka adasının paytaxtı da Kolombo şəhəri ekvatorial iqlim qurşağına düşməkdədir. Daha sonra biz Maldiv adalarında ekvatorial iqlim qurşağını görə bilərik. Daha sonra Malakka yarımadasının cənubunda, Sumatra adasının böyük bir hissəsində, Kalimantan adasında, Sulawesi adasında, Yeni Gvineya adasının şimalında və Filippinin iki böyük adasından cənub adası olan Mindanao adasının cənubunda ekvatorial iqlim qurşağını müşahidə edə bilərik. Daha sonra subekvatorial iqlim qurşağını biz həm şimalda, həm cənub yarımkürəsində müşahidə edə bilərik. Deməli, subekvatorial iqlim qurşağı Panama bərzətində, yəni Şimali Amerikanın cənubunda, daha sonra Orinoco ovalığı və Guyana yaylasında, Cənubi Amerikanın şimal ucqar nöqtəsində Karib dəniz sahillərində müşahidə edə bilərik. İlk öncə şimal subekvatorial deyirik ki, sonra isə biz Senegal çayının, Niger çayının və Volta çaylarının hövzəsində, Çad gölünün, Şarit çayının hövzəsində müşahidə edə bilərik. Sonra Efiopiya yaylasında, Somali yarımadasında, Şərqi Afrika yaylasında, Zambezi çayının hövzəsinə kimi və Kongo çayının hövzəsində də biz nə edə bilərik? Müşahidə edə bilərik. Daha sonra subekvatorial iqlim qurşağını həm də biz Madagaskar adasının şimalında müşahidə edə bilərik və sonra biz subekvatorial iqlim qurşağını yoldaşlar müşahidə edə bilərik. Deməli, əsasən Filippin adalarının şimalında, Luzon adasında bütövlükdə, daha sonra Mindanao adasının şimalında, daha sonra biz müşahidə edə bilərik Hindiçin yarımadası ərazisində, həm də Yansız çayının hövzəsində də subekvatorial iqlim qurşağını görməyimiz mümkündür. Hindistan yarımadası ərazisində müşahidə edə bilərik və Şri-Lankanın şimalında təbii ki, biz subekvatorial iqlim qurşağı görəcəyik. Və Hindistan yarımadası ərazisində Hind, Qanq ovalıqlarında və Dekan yaylasında subekvatorial iqlim qurşağını görə bilərik. Cənubda subekvatorial iqlim qurşağı isə biz deyəcəyik ki, əsasən Cənubi Amerikada Amazon çayının hövzəsində və Braziliya yaylasında görməyimiz mümkündür. Diqqətinizi onunla çatdırın ki, Amazon çayının mənsəbi də subekvatorial iqlim qurşağına düşməkdədir. Daha sonra biz Afrikanın cənubunda dedik ki, subekvatorial iqlim qurşağını Kongo çayının hövzəsində görə bilərik. Daha sonra Şərqi Afrika yaylasında müşahidə edəcəyik. Daha sonra Tanganik və Nyasa göllərinin hövzəsində bizim subekvatorial iqlim qurşağını görməyimiz mümkündür. Həm də Zambezi çayının hövzəsində subekvatorial iqlim qurşağını görə bilərik. Və eyni zamanda burada yoldaşlar biz Yava adasında, Timor adasında və Yeni Gvineya adasının cənubunda subekvatorial iqlim qurşağını görə bilərik. Həm də Avstraliya materikinin şimalında Arnhem və Cape York yarımadalarında da subekvatorial iqlim qurşağını görə bilərik. Daha sonra biz sizinlə tropik iqlim qurşağında yerləşən ərazilər haqqında danışacağıq. Tropik iqlim qurşağını bilməlisiniz ki, əsasən iki tip olaraq öyrənəcəyik. Dəniz tropik və bununla yanaşı biz quru tropik öyrənəcəyik. Bilməlisiniz ki, dəniz tropiki yaradan əsas səbəblər okeanlara və dənizlərə yaxınlıq və sahildən isti cəryanın keçməsidir yoldaşlar. Deməli, İlk öncə biz sizinlə dəniz tropikinin yayıldığı ərazilərə müşahidə eləsək, deməli biz burada görməliyik Meksika yayılması ərazisində, Yucatan yarımadasında, Florida yarımadasında, Meksika körfəzinin sahillərində, Kuba, Baham, Haiti adalarında, yəni West Indies adalarında biz dəniz tropiki görə bilərik. Daha sonra biz dəniz tropiki
müşahidə edəcəyik. Madagaskar adasının cənubunda biz dəniz tropiki görə bilərik, rütubətli tropiki və təbii ki, Mozambik boğazının sahillərində görə bilərik və dəniz tropiki, rütubətli tropiki Avstraliyada böyük su arızı silsiləsinin şərq ətəklərində müşahidə edə bilərik. Daha sonra quru tropikdən danışacaq olsaq, quru tropiki yaradan səbəbi isə materik daxili mövqe və soyuq cəryanlardır. Deməli, quru tropiki biz əsasən Şimali Amerikada, Kaliforniya yarımadasında görə bilərik. Daha sonra Afrika ərazisində, Böyük Səhrada, Böyük Səhranın daxilində Liviya, Əlcəzair səhralarında, Axaqqar səhrasında, Sahara səhrasında, Nubya səhrasında müşahidə edə bilərik. Liviya və Misirin sahilləri də bilməlisiniz ki, quru tropik iqlim qurşağına düşməkdədir. Daha sonra Afrikanın cənubunda biz quru tropiki harada görə bilərik. Kalahari səhrasında və Namib səhrası ərazilərində quru tropiki görməyimiz mümkündür. Avstraliya ərazisində isə quru tropiki görməyimiz üçün biz Avstraliyanın əsasən qərb sahillərini, yəni burada Hibson, Sipson, Böyük Viktoriya, Böyük Qumlu səhralarını müşahidə edə bilərik. Gələk Avrasiyada tropikdən danışsaq, deməli biz quru tropiki Avrasiyada əsasən Ərəbistan yarımadasında, İranın mərkəzi və cənubunda, Pakistanın cənubunda müşahidə edə bilərik və Hindistan və Çin yarımadasını tropik xətti kəsməyinə baxmayaraq, burada muz son küləkləri tropik iqlim qurşağının yaranmasına icazə vermir və burada əsasən subekvatorial iqlim qurşağı və muz son iqlim tipi formalaşmaqdadır və biz onu deyəcəyik ki, şimal tropiki muz son küləkləri səbəbindən tam zolaq əmələ gətirməyəcək.